Salam, sabahınız xeyir olsun. Hörmətli sədr, hörmətli izləyicilər. Könüllü Nəzarətçilər İctimai Birliyinin Sumqayıt şəhər təşkilatının sədri Şahyar Qədirov olaraq hal-hazırda saat 8:35-dir, 19 may 2025-ci il tarixində. Baxın, görün, Sumqayıtda Sumqayıt şəhər tibb mərkəzinin 2 saylı xəstəxananın, yəni poliklinika şöbəsində şəkər xəstələrinin, yəni başlarına nə oynatırlar bunlar. Ayın əvvəlində deməli cəmaata bu xəstələrə, qan xəstələrinə hamısına resept verirlər və nəticə etibarilə də bu gün ayın 19-udur. Bu günə qədər dərmanların çox hissəsini cəmaata vermirlər. Nəticə etibarilə Sumqayıtdan hər gün Novxanaya, yəni bu xəstələr gəlirlər, əziyyət çəkirlər. Hələ iş saatı başlamayıb. Baxın, görün növbədə nə qədər insanlar əziyyət çəkir. Baxmırlar ki, xəstədirlər. Baxmırlar ki, yəni belə deyək, əziyyət çəkirlər hər tərəfli. Ancaq bu günləri, bax bu Sumqayıtda bu xəstələrin, qan xəstələrinin hamısının başına dolayısı yolla Sumqayıt şəhər səhiyyə şöbəsi, eləcə də tibb mərkəzi bax belə bir oyun gətirir. Baxın, hamısı xəstə qadınlardır, oturublar, oturmağa yeri yox, bir şey yox. Ancaq bu da, bax, nəticəsi də budur. Bu da xəstələr. Hansına yaxınlaşdan, hamısı narazılıq eləyir, hamısı bezib. Bura gələn marşrut bir dənə 2 nömrə marşrutdur. O da ki, ona elə bir şərait yaradıblar ki, cəmaat o marşruta şəhərin artıq demək olar ki, əvvəlində marşrutda olur, yollarda cəmaat qalır. Nəticə etibarilə cəmaata dərman verməkdə, dərman vermək üçün, yəni şəkər xəstələrinə ayrılan dərmanı vermək üçün bax belə əziyyətlərə salırlar insanları. Düşünürəm ki, bu video çarxı izləyən Sumqayıt şəhər izləyiciləri, eləcə də digər respublika səviyyəsində izləyicilər, vətəndaşlar yəqin ki, bu video çarxı izləyib bir nəticə etibarilə öz rəylərini bildirərlər və aidiyyatlı qurumlar da yəni yəqin ki, bir iş görərlər. Ancaq inanmıram, çünki bu artıq bir dəfə deyil, hər ay cəmaatın başına belə oyun açırlar. Baxın, yenə də qeyd edirəm, bugün ayın 19 may 25-ci il. Halbuki reseptləri ayın əvvəlində, ayın 5-də, 7-də, 8-də veriblər. İndiyə qədər də dəfələrlə bu cəmaat gedir, gəlir. Bax, belə səpələniblər xəstəxananın həyətinə. Və qeyd etmək istəyirəm ki, yəqin ki, bir daha qeyd edirəm, bu video sarkı izləyən izləyicilərimiz öz rəylərini bildirəcəklər və nəticə etibarilə bu şəhər səhiyyə şöbəsi və eləcə də tibb mərkəzi konkret nəsə bu istiqamətdə bir iş görəcək. Cəmaatı bu cür incitmək olmaz. Bu bir növ deməli məmur və vətəndaş qarşıdurması yaradırlar. Sanki bilərəkdən. Cəmaat da gedib gəlməkdən bezir. Dərmanın alan da olur, almayan da olur. Bax belə. Hörmətlə Sumqayıt şəhər təşkilatının sədri və sədrin birinci müavini Şahyar Qədirov.